blogerlər, ictimai xadimlər və jurnalistlər mən, ailəm halallıq vermirik. Rayət İmaməlli, vətəndaş mövqeyimlə qarşınızdayım. Cabir İmanov haqda danışan blogerlərdən biri də mən idim. Adam artıq ölüb, ölənin arxasınca danışmazlar demişdim. Amma onun qardaşı Tahir İmanov bəzi adı ilə əslində bütün bloger və jurnalistləri aşağıladı. Haqqını halal etmədi. Cabir əməkdar artist idi, sıradan biri deyildi. Onun dəfninə jurnalist axını olmalıydı. Cənab Tahir İmanov, mən də bir Azərbaycan vətəndaşı kimi sənə haqqımı halal etmirəm. Bax, General Həzi Aslanovu az qala məhlə qaqaşı obrazında canlandırdığınız bu kadrlara görə. Cavan oğlan sən özü də general. Fari, minirsən tanka, başlayırsan risovka eləməyə. Hərdən bir tankı 2 təkərə qaldırırsa, 140 ilə pavarota girsə, bir də Ruçnoy, Belarusiyanın bütün maskaları üstümə cumur. Açıq deyim, Parni iz Baku tamaşaları şit maraqsızdır deyə baxmıram. Bu kadrlarda köhnədir. 22,4 milyon kvadrat kilometr ərazisi ilə dünyanın yarısını əhatə edən, bir tərəfindən günəş çıxıb digərində batan, dünyanı lərziyə salan SSR-nin 2 dəfə Sovet İttifaqı qəhrəmanı adını alan yeganə Azərbaycanlı generalı Həzi Aslanovu məzhəki obyektinə çevirən Tahir İmanov haqqını halal etmirmiş. Sənin nə haqqın ola bilər ki? Ulu öndər sizə dedi ki, dövlət məmurlarından kimi istəsəz parodiya edə bilərsiniz. Qoy kənardan özlərini görsünlər. Siyasətçini, müğənnini, aktyoru parodiya etmək olar. Amma hər bir xalqın qırmızı çizgiləri var. Qəhrəman bir dövlətin milli dəyəridir. Milli mənəvi dəyərlər məzhəki obyekti olmaz. Qəhrəman parodiya olunmaz. Xalqın şəhid olmuş qəhrəman oğullarını məzhəcə, komedik səhnələrə gətirmək heç kəsin haqqı deyil. Türkiyədə Atatürk'ü parodiya etmək olarmı? Siz bugün Polad Həşimovu, Mübariz İbrahimovu məzhəcə, gülüş səhnələrinə gətirib çıxara bilərsinizmi? Elə səhnəcədə boğazınızı üzər tamaşaçılar. Halbuki Polad Həşimov da, Mübariz İbrahimov da Həzi Aslanovun davamçılarıdır. Onlar Həzi Aslanov haqda oxuduqları kitablardan vətənpərvərlik duyğularını öyrəniblər. Həzi Aslanovun adına metro stansiyası, park, küçə, məktəb, mədəniyyət mərkəzi, zabitlər evi var. Onun lağ etdiyiniz tankının lüləsi boyda bu xalqa xidmətiniz varmı? Kimsiniz ki, siz haqq halal etməyəsiniz? Abu Talıbovu, Paşinyanı, Bayram Nurlunu parodiya etdiniz, alqışladıq, güldük. Bu kadrlarda isə əndazənizi açdınız. Hələ Sovet dövründə ölkəyə rəhbərlik edən Heydər Əliyev qələbə paradında əkil qoyma mərasimini Həzi Aslanovun heykəli önündə keçirirdi. Ölkə başçımız 5 il öncə Həzi Aslanovun 110 illiyinin keçirilməsi haqqında sərəncam imzaladı və dedi ki, Həzi Aslanov Azərbaycan qəhrəmanlıq salnaməsinin ən parlaq nümayəndələrindəndir. Bəs siz nə eləmişsiniz bu xalqa? Özünüzü Azərbaycan xalqının təmsilçisi adlandırsaz da uzun illər səhnələriniz rus dilində oldu. Son dövrdə milliləşmək istədiniz, amma tamaşasınızdan rus qoxusu gəldi. Teatrınızın adı da bugün ruscadır, Parni iz Baku. Elə bir verilişiniz olmadı ki, orada rus kəlmələri işlənməsin. Ona görə də fəaliyyətiniz elə Eliş Roşka təfəkküründən uzağa getməz.